Həyat yoldaşına daima insanların dərdlərindən və problemlərindən danışma. Evdə kifayət qədər öz qayğı və problemləriniz var. Gözəl sözlər və təriflər zəruridir. Həyat yoldaşının yaxşı davranışlarına görə təqdir et. Ona mərhəmət, sədaqət və xoş rəftarına görə həmişə təriflə. Həyat yoldaşının evdə olmadığı zaman onunla maraqlan, əlaqə saxla. Əgər həyat yoldaşının aranızda fikir ayrılığı yaranarsa, onu qınamağa və ya sərt cavab verməyə çalışma. Səsini qaldırma. Sən yanılırsan, belə deyil. Kim ifadələr işlətməyin. Həmçinin deyir, qadın tənqid edilməkdən və səs tonunun yüksəlməsindən xoşlanmır. Başqa sahələrdə də bu gözəl tövsiyələr edilir. Ona görə nədir? Dinimizdə əsas Peyğəmbərimiz s.ə.v-in həyatı nə idi? Ən böyük nümunə idi. Bəzən də ola bilir ki, qadın emosional, həssas təbiətə malik olur. Bu, onun yaradışında və olan bir xüsusiyyətdir. O, kişi ilə müqayisə daha çox diqqətə və qayğıya ehtiyac duyur. Qadın kişinin zəifliklərini qəbul etməyə daha meyillidir və xəstə olsa ərinə xidmət göstərər. Ona görə kişi qadına qarşı mülayim davranmalı və onu anlayışla qarşılamalıdır. Çünki qadın təbiət etibarilə sevgi və qayğı ilə qarşılıq verir. Evlilikdə sədaqətə dair möhtəşəm hekayələrdən biri. Peyğəmbərimizin və onun ilk xanımı Xədicə binti Xüveylid arasında ona hekayədir. Xədicə çətinlik, yorğunluq və müsbət dolu günlərdə Peyğəmbərimizə dəstək olmuş, onun yanında dayanmış və onu təsəlli etmişdir. Xədicə Peyğəmbərimizin nübüvvət dəvətinin, Peyğəmbərin dəvətinin başlanğıcında baş verən çətinlikləri onunla birlikdə yaşamış və ona güc vermişdir. Ona görə də Peyğəmbərimiz bir gün deyir ki, Cəbrail əleyhissalam gəldi, dedi ki, Xədicəyə cənnətdə içində yorğunluq və narahatlıq olmayan bir evlə müjdələ. Peyğəmbərimiz üçün Xədicə dünyada həm dost, həm də sığınacaq idi. O çətinliklər və yorğunluqlarını sakitləşdirən bir mənbə olmuşdur. Ona görə Xədicə vəfat etdikdə Peyğəmbərimiz böyük bir kədər yaşamış, o ili hüzün ili, kədər ili olaraq bildirmişdir. Baxın, hər zaman Xədicənin xatirəsini yad edər, dostlarını soruşar, rəfiqələrini soruşar, onlara hədiyyələr verər və Xədicənin günlərini göz yaşları ilə xatırlayardı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Onun sədaqətinə dair bu kimi hekayələr çox təsirli və ibrətamizdir. Allah Rəsulu hər zaman ona dua edər və ona olan sevgisi ilə onu xatırlayardı. Baxın, Peyğəmbərimizin həyatı belə idi. Allah Xədicədən razı olsun. Sədaqət və səmimiyyət belə olur. Sədaqət, təmizlik və deyir sevgi. Baxın, ona görə insanlar deyir, Peyğəmbərimizdən Allaha imana gətirən bir şəxs Peyğəmbərimizdən ibrət almalıdır. Yəni, Peyğəmbərimizlə ailəsinə söz-söhbət olub, hər bir şeyə görə boşanmağa getmək olmaz. Boşanmaq. Doğru deyil.